Salam. Bir daha bugünkü dersimiz debitor ve kreditor cədvəlinin hazırlanması. Ən əsası bunu izləmə formatında etməyimizdir. Bu cədvəlin işlənmə formasını elə formada etməliyik ki, ERP olsun. Hər günlük, tarix olaraq, ardıcıllıq olaraq olsun. Bizə debitor və kreditorlarımızla bağlı və yaxud da müəssisəmizin alacaqları və verəcəkləri ilə bağlı, amma hər növ, hər xüsusiyyət üzrə. Bu avans da ola bilər, gələcək dövrün xərci də ola bilər, verilmiş borc da ola bilər. Heç bir fərqi olmadan hamısını eyni cədvəldə bir yerdən izləyə bilmək, bununla bağlı hesabatlar çıxarda bilmək və rəhbərliyin bizdən istədiyi hesabatları anında və sürətli şəkildə verə bilmək üçün bir cədvəl hazırlayacağıq. Siz mövzuları müəyyənləşdirərkən mən burada cədvəli belə deyək, alt strukturunu formalaşdırdım. Yəni əlavə və dəyişikliklərimizi bura artıq edə bilərik. Müəssisəmizdə ehtiyac olan yeni şeyləri də əlavə edə bilərik. Olmayanları da silib çıxarda bilərik. Debitor və kreditor cədvəlinin əsas özəlliyinə görə bu nədir? Debitorlar bizim istənilən alacağımızdır. Satış etmişəm, mənə borc yaranıb. Bu mənim debitorumdur. Avans vermişəm, mənə hələ mal göndərməyiblər. Bu mənim debitorumdur. Avans ödəmişəm, mənə hələ xidməti göstərməyiblər. Bu mənim gələcək dövrümün xərcidir. Borc vermişəm, mənə qaytarmayıblar. Bu mənim yenə alacaq formamdır, debitorumdur. Və yaxud da ki, işçilərimdən hər hansı birinə müəyyən alışları etmək üçün avans vermişəm, təhtəl hesab şəxs. Hələ o mənim üçün nə malları gətirib, nə pulumu geri gətirib. Bu mənim alacağımdır, debitorumdur. İşçimə avans vermişəm. İşçim mənə hələ o işi görüb tutarmayır. Bu mənim debitorumdur. Nə bilim, qarşılığı olmayan, yəni ödəməniz var və yaxud da ki, əməliyyatı siz etmişsiniz, onun qarşılığında bir alacağınız var. Hər iki halda da ödəniş etmişsiniz, iş, mal, xidmət gözləyirsiniz, borc vermişsiniz, borcun qarşılığını gözləyirsiniz və yaxud da işi, xidməti görmüsünüz, onun qarşılığını gözləyirsiniz. Bunun hamısı sizlərin alacağıdır. Amma fərqli-fərqli növlər və fərqli-fərqli xüsusiyyətlərə sahibdir. Biz eyni cədvəldə onların hamısını əsaslandırmalıyıq. Kreditorlarda da həmçinin eynən bu formada, amma əksinə. Bizim olan borclardan gedir söhbət. Bu cür sıralayacağıq. Biz borc almışıqsa, biz mal almışıqsa, mala görə borcumuz var, pula görə borcumuz var, avans almışıq, insanlara malı göndərməmişik, mal borcumuz var, gələcək dövrün gəliri ilə bağlı ödəniş almışıq, amma xidməti göstərməmişik, bundan bağlı borcumuz var, kredit götürmüşük, onu verməmişik, uzun müddətlidir, qısa müddətlidir. Bunlar dəyişəndir. Amma hamısı ümumilikdə bizim kreditorumuzdur. Yəni, öhdəlik elementimizin predmetidir. Debitorlarımız da balansın aktiv elementinin predmetidir. Burada tək olmayan hissə müəssisənin sahibkarına olan borcudur. Yəni, borc dediyim zaman pul borcundan getmir söhbət. Nizamnamə kapitalı qoyuluşunda yaranmış bir mənəvi borclanmadan gedir söhbət. O borclanma balansın kapital elementinin borcu olduğuna görə hər zaman kapitalla bağlı hesabatlarda öz əksini tapır. Aktiv və öhdəliklə bağlı olan hesabatımız debitor və kreditorumuzdur hələlik. Bu cədvəli tərtib etmək üçün bizə nə lazımdır? Birinci, bunu bilməliyik. Bizim borclarımız və bizə olan borclar, yəni kreditorlarımız və debitorlarımız mütləq şəxsləri olması lazımdır. Bu şəxslər Azərbaycan Respublikasının rezidenti və yaxud da ki, qeyri-rezidenti ola bilər. Rezident anlayışı Azərbaycan Respublikası vətəndaşlığı və ona bərabər tutulan şəxslərdir. Qeyri-rezidentlər isə Azərbaycan vətəndaşı olmayan və ona bərabər tutulan şirkətlərdir. Yəni, başqa ölkə vətəndaşları bizim qeyri-rezidentimiz, başqa ölkədə qeydiyyatdan keçən şirkətlər bizim qeyri-rezident şirkətlərimizdir. Azərbaycan Respublikasındakı vətəndaşları bizim rezident, Azərbaycan Respublikasının da qeydiyyatdan keçən bütün şirkətlər də Azərbaycan Respublikasının rezidenti sayılır. Gələk cümləmizin davamına bizdə bunların hamısı şəxs anlayışına aiddir. Və bizim borclarımız şəxsləri ola bilər, bizə olan borclar yenə şəxslərdən ola bilər.
Bunun üçün biz şəxsin adı deyə bir bölüm yaradırıq. Və burada nəyə qeyd edəcəyik? Borcumuzun kimə və yaxud da ki, bizə olan borcun kimdən olduğu. Yəni, kimin bizə borcu var, bizim kimə borcumuz var. Şəxsi qeyd edirik. İkinci bölümdə isə ikinci sütun təyinat bölümümüzdür. Yəni, bu bir debitordurmu, yoxsa kreditordurmu? Yəni, bura qeyd etdiyimiz şəxs bu əməliyyatdan bizim debitorumuzdurmu, kreditorumuzdur? Onu qeyd edəcəyik. Üçüncü bölümdə isə hesab var. Bura hesab nömrələrində qeyd edə bilərik uşaqlar. Hesabın adlarını da qeyd edə bilərik. Yəni, sizə hansı uyğundursa. Yəni, hesab nömrələrini yaxşı öyrənmişiksə, hesab nömrələrini, yaxşı öyrənməmişiksə, hesabın adlarını qeyd edirik. Ki, yəni, debitor olmağına da hansı hesabın debitorudur? Yəni, 243-də olan debitordur, 211-də olan debitordur. Və yaxud da ki, bəlkə 233-də olan bir debitordur. Qısa və uzun müddətli olduğunda oradan müəyyənləşdirəcəyim. Mən hesab nömrələri yazacağım. Siz özünüz amma dəyişdirərsiniz istədiyiniz təqdirdə, problem deyil. Və keçdik sonra nəyə? Hər şəxsdən bağladığım əməliyyat olması lazımdır. Mən bu şəxs mənim debitorumdur. Hansı müqavilə ilə? Yəni, müqavilənin tarixini qeyd etməm lazımdır. Və faktura. Faktura nömrəmi qeyd etməm lazımdır. Müqavilə iki şirkət arasında olan razılıq idi. Amma bir müqavilə ilə mənim 100 dənə fakturam ola bilər. Deyək ki, müqavilə bağlamışam, amma hər dəfə başqa-başqa dəyərlərdə başqa-başqa işlər istəyirəm. Müqavilə tarixi olduğu kimi qalır, amma faktura nömrəsi durmadan dəyişir. Mən bir şəxsə bir müqavilə üzrə, amma 5 faktura ilə borclu ola bilərəm. Mümkündür, qeyd edəcəyik. Keçdik nəyə? Fakturanın məbləğinə. Burada biraz genişləndireyim uşaqlar. Daha rahat görünsün. Məbləğin əsas bölümü lazımdır bizə. 2 dənə dəyər olacaq bizdə. Bir əsas məbləğ deyəcəyik, bir ədəbi məbləğ deyəcəyik. Hələlik əsaslara rəqəm qeyd edəcəyik sizlə ədəbi keçmədiyimizə görə. Ədəbi anlayışından sonra onu da izah edəcəm, siz də görürsün. Əsas məbləğlə olan ümumi dəyər nə qədərdir fakturanın və ədəbi məbləği nə qədərdir. Ondan sonra isə lazım olan şey nədir? Avansın tarixi. Bizim verdiyimiz avansı hansı tarixdə vermişik? Bizə verilən avans hansı tarixdə verilib? Avans bir təminat formasıdır uşaqlar. Yəni, mən təminatımın tarixini bilmək istəyirəm. Çünki müqavilələrdə 99% belə bir əməliyyat var. Deyilir ki, malların çatdırılma müddəti avansın tarixindən 10 gün sonraya, 5 gün sonraya, 3 gün sonraya, ilkin xidmətində həmçinin. Misal üçün, xidmət göstərən, indi nə qədər xidmət şirkətində işləyənlərimiz bilir. Öncədən avans verilir, sonra iş gəlib görülür. Və işin də təhvili ona uyğun gedir. Sən pulu verdikdən sonra başlayır hesablanmağa. Müqavilə tarixindən başlanmır. O müddətlər bizim üçün keçərlidir. Çünki biz debitorumuzu və kreditorumuzu o müddətə görə izləyəcəyik. Və bu cədvəl bizim kəşf pulumuza da təsir edəcək. Proqnoz hissəsinə. Ki, nə zaman bizə pullar gələcək, nə zaman bizdən pullar gedəcək. Yəni, onu da buradan müəyyənləşdirəcək. Baxın, bu cür bir-birinə bağlıdır. Siz burada o çoxu doğru aparmasanız, kəşf pulunun faktikini işləyə bilərsiniz. Yəni, baş vermiş hadisələri. Onu heç vaxt proqnozlaşdıra bilməzsiniz. Amma siz onu proqnozlaşdırdığınız təqdirdə tək kəşf pulu ilə işləsəz belə 1500 manat əmək haqqı alarsınız. Tək heç nə işləməsəz də, heç bir əməliyyat etməsəz. Onun üçün avans tarixlərini mütləq qeyd etməliyik. Avans ödəmələrlə formalaşır. Ya mənim ödənişimin tarixləri bank hesabından götürəcəm, ya da ki, mənə ödənən tarixlər bank və kassa hesabından götürəcəm. Yəni, ödəniş etdiyim hesablarda. TTA-nın tarixi qeyd eləmişəm burada. Çaşıb bunu torpaq tikili avadanlıq kimi qəbul etməyin uşaqlar. Bu təhvil təslim aktıdır sadəcə. Təhvil təslim aktının tarixi. Bunu nə üçün qeyd edirəm? Çünki təhvil təslim edilə bilər, amma satış hələ baş verməmiş ola bilər. Yəni, mən malı nə zaman təhvil təslim aldım, işi nə zaman təhvil təslim aldım və yaxud da ki, malı nə zaman təhvil təslim verdim, işi nə zaman təhvil təslim verdim. Onun tarixi də mənim üçün maraqlıdır. Çünki yerdə qalan məbləği alacağım və yaxud da yerdə qalan məbləğin ödənişi də təhvil təslim tarixindən sonraya düşür hər zaman.
Yəni gecikmələri bir də orada hesablamam lazımdır. Daha sonra ödənişin forması. Bax, ödənişin forması dediyimiz zaman uşaqlar nə nəzərdə tutulur? Nağd və yaxud da ki, nağdsız. Yəni köçürmə, belə deyək də, el arasında deyildiyi kimi. Amma biz nağd və nağdsız ifadəsini işlədəcəyik. Bunu işlətmək, bunu təyinatda qeyd etmək bizə niyə görə lazımdır? Sizin gələcəkdə verəcəyiniz vergi hesabatları üçün lazımdır. Çünki siz vergi hesabatlarını verəndə vergilərin hesablanma qaydasında ödənişin nağd və nağdsız qaydada olub olmaması hesabatın durumunu dəyişir. Faiz dərəcələrini dəyişir. Siz o burada olduğunuz zaman sizin işiniz daha rahat olacaq. Nağdsızlar hansıdır, nağd hansıdır deyə. Yəni əməliyyatları birbaşa biləcəksiniz. Bir də girib ümumi məlumatlar bank və kassanın içərisində günlərlə uğraşmayacaqsınız. Yəni ödənişin formasını qeyd edəcəyik nağd və yaxud da nağdsız deyə. Ödəmənin tarixi, bunu artıq qeyd etməyə ehtiyac yoxdur. Yenə ödənişin əsas məbləği və ödənişin ədəvi məbləği. Burada rəsmi keçən səfər bir sual vermişdi ki, müəllim, bu hazırladığımız cədvəl vardı, mənfəət zərər. Onu da samiflə eləmək olarmı? Bax, eynən o sualı burada da keçərlidir. Bu cədvəli də ayrıca hazırlamışam. Görürsünüz ki, heç nə yoxdur. Bunu da buradan kopyalayıb hesabatlar cədvəlimizə qoysaq, bəli, oradakı belə deyək, kassa faylimizdən və yaxud da ki, əməliyyat jurnalında tarixə uyğun olaraq ödəmə verə bilərik. Amma samiflə deyil, SAM-X-lə verə bilərik. Çünki artıq ən azından 2 şərtimiz var. Daha doğrusu 3. Hansı şirkət, hansı tarixdə, hansı hesab üzrə ödəmə alıb. Onu gətirsin, önündə ödəmə əsas yerində və ədəvi yerində qeyd eləsin. Hesablar üzrə. Ödəmə əsası və ədəvini qeyd etdik. Bunlar olduqdan sonra əslində mənim hesabatım bitir. Amma mən bir də bunu izləməm lazımdır axı bunun durumunu. Ondan sonra məndə əmələ gəlir gecikmə günlərinin sayı. Mən müqavilə şərtimə əsasən gecikmə günlərimi bura hesablamam lazımdır. Mənim standart müqaviləmə ola bilər və yaxud da buranı əllə də daxil edə bilərəm. Neçə gün gecikibdir deyə. Əllə daxil etdiyim təqdirdə günlər özü avtomatik hesablanmamağa başlayacaq. Amma mən bunu hesablamaya tabi tutacaq şəkildə hazırlaya bilsəm, heç problemim yoxdur. Yəni mən burada gün sayını avtonom olaraq hərəkətini kompüterin tarixini nəzərə alaraq apara bilir. Mən fakturanı bir ay bundan qabaq göndərmişəmsə, mənə göstərir ki, 30 gündür, misal üçün və yaxud da ki, 24 gündür gecikmədəsən. Mallar çünki ayın biri təqdim edilməli idi. Çünki onu mənə göstərəcək. Mən də ona görə oturub verdiyim avansı pulunu hesablayacağım. Hansı tarixdə çatdırmalı idi mənə malı? Çatdırmadı, gəldi hansı tarixdə çatdırdı. Ortadakı gün fərqinə görə faizi hesablayacağım. Gecikmə günlərindən sonra gecikmə faizini təyin edəcəm. 0,3%, 5%, 1%. Yəni hansı dəyər təyin olunacaqla müqaviləmizdə onu qeyd edəcəyik və faiz məbləğidir. Nə oldu? Gün sayı, gecikmə gün sayı, gecikmənin faizi, gecikmənin məbləği. Ondan sonra isə bizim qalıq əsas məbləğ, qalıq ədəvi məbləği, qalıq ədəvi daxil məbləğ. Yəni ikisi bir yerdə. Bir də bu dəyərlərimiz olacaq. Qalıq dediyimiz şey nədir? Nə qədər borclanmışdır, nə qədərini ödəmişəm, nə qədərini gecikmə faizləri ilə əvəzləşdirmişəm. Çünki ola bilər ki, adam məndə gecikdirib, mənim faiz məbləği yerində rəqəmim var. O da qarşı tərəfin mənə borcudur. Onu da borcdan çıxıram və ən sonunda qalan məbləğ nədir? O olur mənim kreditorum. Və yaxud da ki, bunları ayrı-ayrılıqda da görə bilirik. Yəni, əgər biz faizə görə ayrı debitorlandırma və kreditorlandırma etmişiksə, bunu həmin fakturanın qabağında göstərməmə ehtimalımız var. Eyni şəxsə aiddir. Yəni, hesablar fərqli olsa da, şəxslər eynidir. Cədvəlin izahı bundan ibarətdir, uşaqlar. Cədvəllə bağlı sual olan varmı? Yəni, izah etdiklərimdən hansı anlaşılmaz oldu? Varsa sual verin, cavablandırın. Yoxdursa, əməliyyatlarımıza başlayaq bir-bir getməyə. Buyurun. Şərtimiz günlükdürsə, bəli.
Yəni bu əməliyyatların hesablanmasını bilir. O avtonom olaraq özü hesablanacaq zaten. Necə? Yəni sənin verdiyin avans nə qədər idi? 1000 manat. Sənə işinə bax verməli deyək ki, A tarixində 10 gün gecikmə var. Sənə də gecikmənə görə faizin deyək ki 1%-dir. Rəqəm nə qədərdir? 1000 manat. 1000 manatın 1%-ni tapır günlük. O bir günə görə yazır ora məsəl üçün deyək ki 10 manat. Orada 2 yazılanda vurur 2-yə. 3 yazılanda vurur 3'e, 4 yazılanda vurur 4'e. Yani sen o gecikme günleri gittikçe, ora ödeme düşmedikçe o faizler arta gelir yani. Lütfen faizin ödenişi. Olan mal ödenen sonra yeni cetvelden Faizlere göre ödeniş olmur. Faizde bak bu cədvəl neye göre hazırlayırıq? Yaranan faiz məbləğlərini nə biz ayrıca ödəniş edirik, nə bizə ayrıca ödəniş edirlər. Baxın, mövzu necədir? O, borc və avans məbləği ilə əvəzləşir. Borc kimi, ümumi müəssisənin borcu kimi qəbul olunur. Deyək ki, sizin müəssisənin bizə faiz alacağı da yaranıbdır. Belə deyək də, faiz alacağımız da yaranıbdır sizdən. Bu demək ki, mənim debitorum artıbdır. Sənin mənə yekunda ödəyəcəyin rəqəm böyük bir rəqəm olması lazımdır. Və yaxud da ki, mən sizdən avans almışam, işi görmüşəm bir şəkildə, yerinə yetirmişəm, amma bunu biraz daha gec yerinə yetirmişəm. Mənim sizə borcum var axı, onun məbləğini artıracaq istər istəməz. Borc məbləğimizə artım edəcəyik. Yəni başqa bir əməliyyat daxil etməyəcək. Yəni bir əməliyyatın üzrə hesab ayrı olacaq, amma bir əməliyyatın əvəzləşdirəcəyik. 537 nömrəli faiz öhdəlikləri hesabımız var idi. Misal o keçəcək debitə, əvəzinə nə keçəcək kreditə 531 nömrəli hesab. Amma şirkət adları eyni. Aydın yəni öhdəliklərin yer dəyişməsi olacaq. Faiz öhdəliklərini azaldacağım ayın sonuna və yaxud da borcunu ödəmə vaxtına həmin məbləği atacağım ana borcun üzərinə. Ben sonra yine de ödüllerle Əlbəttə, əlbəttə. Yəni şey kimi ödəmirlər də faiz üçün ayrıca bir ödəniş formatı kimi etmirlər. Eyni müqavilə üzərindən əməliyyat davam edir. Problemler sahne üstüne sahne. Dəbbə ilə penye ikisi eyni sözdür. Biri rus dilində, biri Azərbaycan dilindədir. Amma bu əməliyyat penye sayılır. Bəli, indi izah etdim. Penye sayılır. Amma borc vermişəm kiməsə, mənə faiz ödəməlidir ona görə. O penye deyil, dəbbə də deyil. Gelişen O faizləri də gecikdirirsə, o dəbbədir. Davam edək. Belə deyək də, dəbbə və penye cərimənin faizləridir. Burada isə özü zaten bir cərimənin hələ öz formasıdır. Bir də bunları da gecikdirsə, ondan cərimənin. Bəli, onda ay sağ ol. Bax, gecikmənin gecikməsi dəbbə və penye olur. Deməli uşaqlar, indi mənə zəhmət olmasa, buradan nələri bildirin? İlk dövrə başladığımız ayda, birinci tarixdə bizim yaranan debitorumuz və yaxud da kreditorlarımız haqqında mənə məlumat verin. Azərbaycan Supermarket MMC. Deməli, borclanacağım və yaxud da mənə borc olacaq budur. Azərbaycan Supermarket şəbəkəsi bizim nəyimizdir? Müştərimizdir, yoxsa bizə mal satandır? Azərbaycan Supermarket birinci şərtə baxırsınız, o bizə necə mal satır? Axı biz ona mal satdıq dekabrda. Onun bizim müştərimiz olması lazım. Yəni o bizə borcludur. Debitorlanıbdır. Deməli mənim əməliyyatım debitordur. Debitor. Əməliyyatımın təyinatı debitordur. O debitor hansı formada yaranıbdır? Ticarət əməliyyatı formasında. Deməli 211 olaraq qeyd edəcəm. Debitorumu bu debitorla bağladığım müqavilənin tarifi. Misal üçün özüm seçirəm. 01 12 2026-cı il idi də biz sizdən düzdür. 2026-cı il uşaqlar tarixləri yazanda diqqətli olun, tarix kimi görünsün zəhmət olmasa.
Sonra faktura. Uydururam hal-hazırda informasiyalar uşaqlar. Bunlar sizdə yoxdur axı. Deyək ki, bu satışı etdiyim fakturanın nömrəsi MT 234 567 81. Nə maraqlı uydurdum. Faktura nömrəm də budur uşaqlar. Yəni bunu bir dəfəlik formalaşdıralım. Elə yerləşirmiş, sadəcə şey görünmür. Aha. Fakturamızın məbləği nə qədərdir? 83.708 708. Uşaqlar, rəqəm gördünüz, biraz fərqli göründü. Ctrl Shift 1. Basıram ki, bunu rəqəm kimi göstərsin üstündə saxlayandan sonra. Və verək. Bu oldu məbləğim. Əsas məbləğim. Əgər mənim şirkətim əlavə dəyər vergi ödəyicisi olsaydı, mən bura bu rəqəmin 18%-ni də əlavə edərdim. Amma hal-hazırda mən hələ əsas belə deyək ki, vergi anlayışı keçmədiyimiz üçün bu formada saxlayırıq. Əlavə dəyər vergisini keçmədiyimiz üçün. Buna 0 qeyd edirəm əlimdən hələ ki. 0-ı da rəqəmləndirək. Bundan bağlı bizə avans ödəmişdilər. Avansımız tarixi var idi. Yox idi. Təhvil təslimim nə zaman baş veribdi? Yəni mal satışı nə zaman etmişəm? Dekabrın 15-i idi, 28-i nə vaxt idi? Misal üçün. Deməli 15-i 12-ci ay 2025-ci ildə də malı Bravoya təhvil təslim eləmişəm. Ödənişin forması necə olub? Nağd olub, nağdsız olub. Orada sizdə bir ifadə işlədir. Deyir, debitor məbləği tam ödənilmişdir. Onun tarixi var mı orada? Ay sonunda ödənib də, düzdür? Deməli, ödəmə forma. Uşaqlar, bir şeyi yadınızda saxlayın. İstəyirsiniz qeyd düşün. Bütün iki şirkət arasında olan əməliyyatların ödənişi 99% nağdsız olur. Çünki iki şirkət arasında nağd əməliyyatının olmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti icazə vermir. Bu 2017-ci ildə təsdiqlənmiş nağdsız hesablaşmalar haqqında qanuna əsasən belədir. Yəni iki şirkət arasında nəqd əməliyyat gedərsə, bu problemdir. Həm cərimələnəcəksiniz, həm də riskli vergi ödəyicisi düşmə ehtimalınız var. Yəni vergi riski yaradır. Buna getməməniz lazım. Ona görə mən nağdsız olaraq qeyd edirəm. Qeyd etdim. Ödənişin tarixi yox, ona 30 yazacağım. 31 bayram olduğuna görə ödənişin tarixi 30-u, ədəbi məbləği yenə yoxdur, 0 manat. Nədir bu? Əsas məbləğ nə qədər ödəyiblər bizə? 83.708 manat. Bildim. 83.708 manat. Ədəbi məbləği 0 manat. Burada bir gecikmə günümüz var mı bizim? Bu yoxdur. Gecikmə günlərini 0 olaraq qeyd edirəm. Gecikmə faizim var idimi? Deyək ki, 0.3% şərtləşmişdik də bundan biz. Şərtimiz 0.3% idi. Faiz məbləği gecikmə gününə deyilən bərabərdir. Baxın qalar. Gecikmə günlərimin sayı vurulsun gecikmə faizinə. Məbləğim 0-dır. Faiz məbləği getdi. Gəldik qalığa.
Qalığı necə hesablayacağam? Bərabərdir deyəcəm. Mənim faktura məbləğim var uşaqlar. Fakturanın məbləği. Faktura məbləği çıxılsın. Avans tarixi varsa, daşdan burada ödəməsi düşübdür. Ödəniş əsas. O da çıxılsın. Yəni, belə deyək, bu mənim debitorum olduğuna görə, yəni alacaqlı olduğuna görə, gecikmə etdiyi təqdirdə mənə borclanması lazımdır. Gəlirəm gecikməsinə, üzərinə gələcəm gecikmə məbləğini. Bunlara bərabər deyil. Bu, qalığı hal-hazırda 0-dır. Gəlim bunun xanasına baxım, ondan sonra axtarıram. Gecikmə məbləği hansı xanadadır? 2 ondadır. Bəli. Bu çıxılsın bu. Bu mənim debitorumdur. Debitorumda yaranacaq faizin şərtinə baxmam lazımdır. Mənim faizə görə əlavə debitorum varsa, bunun üzərinə əlavə etməm lazımdır. Ona görə də Q5 dedim də mən. Nə idi bunun? Xanası nə idi onun? Q10. Aha. Bu oldu mənim qalığımın əsas məbləği. Qalığımın ƏDV məbləği 0 manat. ƏDV daxil qalığımsa bərabərdir mənim. ƏDV-nin əsas məbləği üzərinə gəlsin. ƏDV məbləği. Bu əməliyyat bu formada gedəcək, axırına qədər aparacaq. Bu bizim əlimizdə olan informasiyamız idi. Ki, yəni özümüzdən uydurduq, qeyd etdik. Bəs burada gecikmə şərtləri yarandığı təqdirdə nə olacaq? Həmin bu əməliyyatlarda gecikmə şərtləri yarandığı zaman nə olacaq? Tarixə əsasən, şərtə əsasən aparacaq. Misal üçün, deyək ki, gecikmə günümüz var bizim burada. Gələk hesablamağa. 5 gün gecikməmiz var. 5 gün gecikməmiz dediyim təqdirdə bu mənə olan gecikmə üzrə də aiddir. Mənim olan gecikməmə də aiddir. 5 günlük bir əməliyyat var. Söhbət 83.708 manatdır. Biz demişik ki, gecikməyə görə hər gün üçün bizə 0.3% əlavə faiz gəliri formalaşması lazımdır. Mən o zaman nə edəcəm? Gəlirəm gecikmə məbləği yerinə deyirəm bərabərdir. Bəli, o 83.000 hissə, yəni satdığım hissə vurulsun 0.3%. O da vurulsun. Buradan girib xanaya baxım sonra. Şeyin xanası nə idi? Gecikmə gününün xanası. O 10. O da vurulsun. O 10. Bəli. Bu da mənim 5 günə görə olan gecikmə faizi. İndi gəlirəm növbətiyə. Qalıq əsas, qalıq ƏDV və qalıq ƏDV daxil. Görürsünüz, digərlərini nəzərə aldığımıza görə ödənişi. Bayaqlarım yox idi bu əməliyyat burada nəzərə almağa. Mənə göstərir ki, hələ qalıq 1255 manat borcu var ƏDV daxil və əsas məbləğdən. Biz bunu əgər qaldığının faiz borcu olub olmadığını bilmək istəyiriksə uşaqlar, faizlə bağlı əməliyyatı buraya yazmağımıza ehtiyac yox. Yəni gecikmə faiz dəyərlərini borca təsir etdirməyə ehtiyacımız yox. Çünki faizi də ayrıca debitor və kreditor kimi qəbul etsək, həmin şirkətə öz hesabı ilə yazsaq, yekunda nəticəsini ayrı-ayrılıqda görə bilərik. Mən məsələn elə yazmağın tərəfdarıyam. Şimdi yoxlayıb həmin formada da qeyd edərik. Şimdi növbəti əməliyyatınızı deyin zəhmət olmasa. Onu yazdıq. Embavut var. Embavut. Aha. Embavut var. Sonra başka kimler var orada bizim işlediğimiz? Ne var?
Tamam. Altın oğulları. Şey diyek buna da. Sonra ne var? İcara. Kimdendir? Nesimi. Resmiye. Resmiye. Balasıyeva. Başka kim var? Ne var? Ne yok orada? Ne var? Bespak. Bespak. MMC. Kablaştırma diye ki bu. Sonra kim var? Altınoğulları yazmışım o hiç. Yozov. İlham Məmmədov. Bak gördün. Orada şəxs adına layiq olan bayaq izah etdiyim kim varsa onları deyil sadəcə. Bax, Embamulu dediniz, Altınoğlun dediniz, Azərbaycan Supermarketi dediniz, icarə almışdıq rəsmiyyədən dediniz, Besbakı dediniz, Orxan Məmmədovu dediniz, nəqliyyat aldığımızı. Kommunal falan var idi orada. Bax, əmək haqqı öhdəlikləri artıq debitor kimi qəbul olunacaq verdiyimiz avans forması. Amma bu cədvələ girişi doğru olmayacaq. Çünki girsək gərək onu verilmiş borc kateqoriyasına çevirək. Bir də həmin ayda kiməsə borc vermişdik biz. Nə qədər? 47.104 manatlıq kreditorun yoxdur. O sənin maya dəyərin idi, səhv eləmirəmsə. 531 o nədir ki elə? O rəqəm orada olmalı deyil axı. 47 minlik rəqəm uçot qiymətinə oxşuyur orada. Malın uçot qiymətinin rəqəminə oxşuyur. Üzərinə 70% nəyini qoymuşduq? Bircə dəqiqə mən qeydi dayandırıb uşaqlar. Uşaqlar, bütün debitor və kreditor adlarımız nə var idi? Hamısını cədvəlimizə girdik. Şərtimizin içərisindən götürüb. Bundan sonra bu şərtimizə uyğun onları sürətli şəkildə əlavə etməmiz lazımdır. Amma əlavə etməmişdən qabaq mən birinci nə etmək istəyirəm? Cədvəlimdə burada hər şeyi cəmləməni görmək üçün bu cədvəli əvvəlcədən dinamik cədvələ çevirmişəm, işarələmişəm, Ctrl T vermişəm, Enter vermişəm və olubdur dinamik cədvəl. Səbəbim də nədir? Cədvəlin üstündə vurandan sonra paneldə mənim üçün əlavə bir bölüm açsın deyə. Table Design deyə girdim, daxil oldum və buradan Insert Slicer deyə bölümü seçəcəm. Xüsusi filtrləməmi və şəxsin adı bölümünü seçəcəm. Qalçıqa qoyub ki, mənə bir bölüm aç. Orada şəxslərin adı olsun. Mən hansını istəyirəmsə seçmək, debitor və kreditorlarımdan. Onu seçim ancaq onun əməliyyatlarını göstərsin. Bu birinci anlayışım. Bunu bu formada da verə bilərəm. Deyək ki, baxdım ki, bu formada sərgəsiz göründü. Yəni şəxslərin adı. Necə olsun ki, mən bunu daha sürətli şəkildə görə bilim, axtara bilim. Biraz daha geniş olsun. Bunun üzərindəki daha vurandan sonra da burada sütunların sayı açılır. Vururam, biraz artırıram. Və əməliyyatı çəkdim buraya da deyək ki. Burada artıq görə biləcəm əməliyyatlarımı. Lap sona qədər çəkim. Xəttim burasına qədər. Bunu da biraz kiçildək. Biraz dedim belə. Aha. Rəsmiyyəni istəyəcəm, rəsmiyyənin əməliyyatını görəcəm. Bakı şəhər lokal gəlir istəyəcəm, onu görəcəm. Cahandarlığını da istəyəcəm, onu görəcəm. Hansını istəsəm, onu görəcəm. Və nə qədər əməliyyatı varsa. Bir ay ərzində bir neçə dəfə də olubsa, onların da hərəkətini görəcəm. Amma bu mənə bu formada üstünlük təşkil etmir. Bacardığım qədər az yer tutması lazımdır mənim üçün. Yəni, sütunları 1-ə endirəcəm. Maksimum dərəcədə mənim üçün az yer tutsun. Lazım olar, buradan filtr verərəm, gətirərəm əməliyyatını, seçərəm. Hələlik bunun filtrini açaq dursun. İkincisi, indi buradakı şərtlərlə bağlı nəyimiz varsa daxil etməliyik. Embavuddan biz məhsul almışıq, düzdür? Aldığımız məhsulu ödəmişik mi? Onlara baxmalıyıq. Embavuddan biz almışıqsa, bizim Embavudda borcumuz əmələ gəlibdir. Kreditor. Embavudda bundan bağlı avans vermişdik. Şərtdə. Avansım 0.
Kreditor borcum nə idi? 531. Müqavilə tarixim deyək ki, eyni tarixdə olsun. İnvalid bizə malı göndərib. Uşaqlar, İnvalid bizə malı göndərib. Hardan baxacam? Əməliyyat jurnalında əziyyət çəkdici. Əməliyyat jurnalında açıqlama yerində EMBA yazsam çıxacaq olmuşda EMBA-la olan proseslərim nəyim varsa. EMBA-da borcum yaranıb 8000, ödəmişəm 6400 manat. Bank hesabından. Gəlirəm, ödəniş əsas bölümünə 6400 manat qeyd edirəm. EMBA-da ödənişin tarixi varmı? Uşaqlar. Bu əməliyyatların qabağına tarix yazmamışıq deyə yoxdur. Deyək ki, ödəniş tarixini 27-si nə edək? 27-si 12-ci ay 2026-cı il deyək. Olsun, əməliyyatımız nağdsızdır. Bu tarixi başqa yerə yazdım. Və salam. Gəldik nə? Əməliyyat nömrəmiz 81 deyib, bu səfər 94-dür. Məbləğimiz 8000 idi. Ədəbimiz 0-dır. Bunları da ortalayaq, sərgəli görünsünlər. Niyə yoxdur? 6400 də getdi. Ödəniş ədəbi məbləğim yoxdur. Gecikməm yoxdur. Olsaydı faizim 30. Faiz məbləği 0-dır zaten. Qalıq. Əsas məbləğdən borcum nə qədər oldu? 1600 manat. Həqiqətən elədi. 8000 idi. 6400 ödədim. 1600 qaldı. Kreditorumu da bu cür qeyd etdim. İndi bir dənə başqa əməliyyat işləyirəm. Uşaqlar, debitor qeyd edirəm, amma 243 olaraq. Altın oğulları biz avans vermişdik birinci, düzdürmü? Altın oğulları avansı verək. Avansı vermə tariximiz nə zaman idi? Malları alışdan öncə yazaq da. Deyək ki, 05-12 tarixində vermişik. 6 tarixində verdiyimiz avansın faktura nömrəsi olmur. Yəni, indiki zamanda alınmış, verilmiş avanslara görə elektron qaymaya var. Verəcəyimiz avansı müqaviləyə əsasən verəcəyik. Yəni, fakturaya yox, müqaviləyə əsasən. Və yaxud ki, bura hesab faktura özləri göndərsələr ki, perform invoice-la bu qədər mənə göndər, o zaman qeyd edəcəyik. Məbləğimiz nə qədər idi bizim? Bax, avansı ayrıca qeyd elədiyim üçün 17.000 yazıram. 17.000 tez gəlirəm avansın tarixi hanı? Avansın tarixini də edirəm 05-12. Müqavilə bağladığım gün ilə avansla köçürmüşəm. Bu yoxdur, bu 0-dır. Təhvil təslim bizə nə zaman olmuşdu? Deməli, müqavilə ayın 1-inədir. Yaxşı, bunda noyabr edək. Ona görə avans ödəmişdi 10.000 manat. Biz bunu ayrıca qeyd edirik də. Borcumuzu tanımırıq. Bunu biz debitorda tanıdıq. Tarixi düzəltdim. Təhvil təslimin tarixi hələ ki mövcudumda yoxdur. Avans tarixin niyə ki qalsın da 5-ində? Dekabr daxıdır. Mallar da noyabrda gəlmişdi. Yox, mallar nə zaman gəlir? Noyabrın 8-i də. 8 11
2026. Bunu da qeyd etdik. Ödənişin forması nağdsız. Ödənişin tarixi səhifəsindən sonradır. Yox, ödəniş. Tamam. Yox, burada müqavilə məbləği nə qədər idi uşaqlar? Manas. Alışımdan sağlanmıştır. Burada fakturanın məbləği 34.000-dir. Avansın məbləğində gətirim yazım ödənişə. Ödəniş əsas 17.000. Bəli, bu daha doğru olacaq. Ödənişin tarixi 3-cü həftəyə yazım. Onu da mən belə çıxır ki. 21-i 11-ci ay 2026. Fərq etməz. Deməli, o bir şərtlərimizə artıq tarix də qoymaq lazımdır. O zaman 05-11-dən bunun yerini dəyişək. Özüm də çaşıram artıq uşaqlar. 05. Başqa nə qaldı? Bəli. Gedir hani yutmuşuz. De. Bu böyle bak 20 dolar. Müqavilə 30.000 dəyərində deyil. 3 milyon dəyərində, 300.000 dəyərində müqavilə bağlanıb. Birinci partiya alışımız 20.000 dollar dəyərindədir. Biz müqavilə tarixi müddətində maksimum 300.000 dollarlıq bu müqavilə ilə məhsul idxal edə bilərik. 301.000 dolları idxal edə bilməliyik ki. O deməkdir. Yəni müqavilənin məbləği nə qədər bu müqavilə ilə ticarət aparıcı biləcəyindən asılıdır. Tamam. Bunu da qeyd etdik. Artıq 3 dənə fərqli hesabımız var. Biz təkrardan slicer'ı əlavə edə bilərik. Artıq hesab üçün. Bu biraz balacalaşdıraq ki, bizə ancaq hesab nömrələrini göstərsin. İndi uşaqlar, hansı hesab üzrə debitor və kreditorunuzu görmək istədiyiniz təqdirdə vurduğunuzda ancaq onları çıxardacaq listəsini və nəticələrini. Birazdan mən o arxada olan qalıq bölümlərini bura keçidəcəm şəxslərin adına uyğun olaraq. Yəni vurduğunuzda orada axtardığımız şeyləri bizə ayrı-ayrılıqda göstərsin deyə. Verilmiş avansınkini ayrı, digərlərinə ayrı. Bu da hazırdır. Bunu da bağlayaq və biraz fasilə verək, əməliyyatları qeyd edək artıq. Sizlər qeyd edin. Mən sizlər fasilədən gələnə qədər biraz düzəliş verdim əməliyyata. Cədvəldə burada hər zaman sabitləmək üçün bir yer qoydum. Ümumiyyətlə, borclarımızı, digərlərinin analiz eləmək, qısa müəyyənləşdirmək üçün də. Biz hələ ki, məsəl üçün, deyək ki, embavud qeyd eləmişik. Embavudu verdiyimiz zaman burada embavudun nəticələri görünsün ancaq. Və yaxud da ki, altın oğlu işləmişiksə, altın oğlunun nəticəsi görünsün ancaq. Hansı əməliyyatı varsa. Yəni, onun üzərindən baxaq. Deyək ki, şirkət adı ilə yox, hesab üzrə getmək istəyirsə, 531 vuranda 531-dəki hansı şirkətlər varsa, onları mənim üçün aktivləşdirsin, gətirsin, onu göstərsin. Yenə həmin əməliyyatları o cür göstərəcək. Bunu edə bilməyimin tək səbəbləri ondan ibarətdir ki, sizə bir formul göstərmişdim burada cəm verəndə yuxarıda. Subtotal. Əməliyyatları subtotala görə vermişəm. Ona görə də filtrinə vuranda subtotaldakı, yəni filtrdəki rəqamı gətirir mənim üçün. İndi uşaqlar, cədvəli olduğu kimi sizə ötürəcəm. Özümdə də açıq saxlayacağım. Sizlə bərabər doldura-doldura digər şirkətlər var hansı ki, onları da gedək, sonra suallarımızı cavab verməyə çalışaq bir-birinə.